Herkese salam. Bu dəfə sizin istəklərinizi nəzərə alaraq makyaj videosu çəkmək istədim. Ona görə də burada əyləşdim və təxmin edin sizə hansı makyaj edirəm. Təbii ki, başlıqdan da görmüsünüz. Bəli, sevgililər günü makyaj edirik. Qətiyyən məndən qırmızılı bir make-up və yaxud da qırmızı bir outfit heç gözləməyin. Çünki mənim üçün romantikanın rəngi qara və qızıl rənglərdir. Bilmirəm, nədənsə bu yaşımda hal-hazırda belə düşünürəm. Ola bilər ki, bəlkə gələcəkdə düşüncələrim dəyişsin. Amma hal-hazırda mənə görə romantik rəng qara və qızıl rəngdədir. Ona görə də həm lookumu elə düşünmüşəm. Düzdür, bugün look çəkməyəcəm, sadəcə makyaj çəkəcəm. Amma makyajımı da qara və qızıl tonlarda edəcəm. Təbii ki, əvvəlcə nəmləndiricidən başlayacağam. Göz altlarıma Inaf'ın bu nemlendiricisini istifadə edəcəm. Bu arada ilk paylaşdığım vlogu çox bəyənmisiniz. Bu da mənim üçün həqiqətən də çox böyük bir motivasiya oldu ki, ona görə də bugün burada əyləşib bu videonu sizin üçün çəkə bilirəm. Belə işlərdə motivasiya həqiqətən də irəli getmək üçün çox önəmlidir. Ona görə də dəstəyiniz mənim üçün əzizdir. Nemləndirici olaraq isə İsana'nın baxın bu nemləndiricisini istifadə edəcəm. Qoxusu o qədər qəşəngdir ki, fresh qoxur. Bu nemləndiricini yeni istifadə edirəm. Ona görə də hələ ki tam fikirlərimi bölüşə bilməyəcəm. Dodağıma isə Frudia'nın bu nemləndiricisini istifadə edəcəm. O qədər şirin qablaşması var ki, həm də aça bilsəm, özü də çox gözəl bir məhsuldur. Belə, nemləndiricilərimizi çəkdiyimizə görə indi isə makyajımıza keçə bilərik. Bugün edəcəyimiz makyaj biraz ağır makyaj olduğuna görə təbii ki altından primer istifadə edəcəm. Too Faced'in bu primerini istifadə edirəm. İndi isə tonlar istifadə edəcəm və əlimdə olan tonallar Wet n Wild, Kiko, bir də hansıydı? Bir də L'Oreal'ın tonalı idi. Bu True Match. Mən istəyirəm bu ikisini qarışdırıram. Düzdür, daha çox gündəlik BB kremlər istifadə edirəm. BB kremlərim çoxdur. Amma bu dəfə tonlar istifadə etmək istəyirəm. Hansı ki ağır makyaj eləyəcək biraz. Əvvəlcə Wet n Wild'dan biraz qarışdıracağım. Bu tonları çox bəyənirəm. Bilirsiniz niyə? Çünki biraz su bazlıdır və su bazlı tonlar mənə həm istifadəsi rahat gəlir, həm də gün boyu üzümdə narahatçılıq yaratmır. Bu da demək olar su bazlıdır, amma Wet n Wild'də nisbətən biraz qatıdır. Biraz da belə L'Oreal'ın gloşunu istifadə edəcəm. Biraz da parlataq pis olmaz. İndi bunları belə qarışdıracağım. Əslində bu tonalı qarışdırmaq üçün belə bir şey oluyor o vizajistlərdə. Danışa bilmədim. Neysə, ondan almaq istəyirəm. Amma bilmirəm, görürsən onlar harada satılır. Mən heç vaxt elə şeylərlə qarşılaşmamışam doğrusu. Amma almaq istəyirəm. Çünki sevirəm belə tonalı qarışdırmağı, qarışdırıb istifadə eləməyi. İndi belə üzümə çəkəcəm. Dostlar, mən yenə qaşımı sabitləməyi unutdum. Təcili qaşımı sabitləməliyəm. Tonalı üzümdə dağıtmamış. Qaş sabitləyəcəm. NYX'in bu qaş sabitləyicisini istifadə edəcəm. Qaşlarımı doldurmağı sevmirəm açığı. Çünki mənim qaşlarım yetərincə sıx və qalındır. Ona görə ehtiyac duymuram. Sadəcə belə sabitləsəm kifayət edir. Qaşlarımın rəngini yenə açmağı düşünürəm. Tündləşir yavaş-yavaş. İndi isə tonalı dağıda bilərəm. Təbii ki, muzun sponjunu istifadə edirəm. Ən sevdiyim, ən vazgeçilməzim. Baxın, çox gözəl oldu. Bilmirəm, sizə oradan görə bilirsiniz nəticəni yoxsa yox, amma superdir. Qarışdıranda həqiqətən də çox gözəl nəticə almış. Deyirəm, bəlkə sizi biraz da yaxına alım. Yoxlayım. Çox da yaxına gəlmək istəmirəm. Məncə belə daha yaxşıdır. İstəyirəm üzümdəki məhsulları da aydın görəsiniz. Ona görə
biraz yaxınlaşdırmaq istədim. Belə, tanalı üzümdə dağıtdım. İndi isə istəyirəm konsiler istifadə edeyim. Konsiler olaraq da ən sevdiyim Kiko'nun bu konsilerini istifadə edəcəm. Çox bəyənirəm, çox gözəldir. Bilirəm, bəzi qızlar sarı alt tonlu həm tanalı, həm konsilerlər bəyənmirsiniz, amma mən çox sevirəm. Bunun həm teksturası, həm rəngi mənim üçün o qədər idealdır ki, 4 dörtlükdür. Yəni, bitdikcə stoklayacağım bir məhsuldur. Bunun dağılması da çox rahatdır. Məsələn, elə konsiler var ki, məndə onu dağıtmaq çox çətindir. Mənim üçün biraz qolum ağrıyır onu sponjunu tətbiq eləyənə qədər. Amma bu çox rahat yayılır. Açığı desəm, mən hər özəl günümdə bu konsiler istifadə edirəm. Yəni, həqiqətən də o qədər çox bəyənirəm. Daha sonra göz altlarımı sabitləyəcəm. Amma bu pudra ilə, baxın, NYX'in belə bir pudrası var məndə, belə göstərim. Çox gözəldir. Çox, çox, çox. Kaş bunun böyük ölçüsünü alsaydım. Həqiqətən, düzdür, bu da çox işimə yarayır. Çantaya atmaq üçün idealdır. Amma bitsə nə edəcəm? Bunun da rəngi sarı alt tonludur. Dediyim kimi çox bəyənirəm. Amma təbii ki, bunun da ağ olanı var idi. Sadəcə o bilirəm ki, mənim rəngimə uyğun deyil. Ona görə də almıram. Baxın, fərqi görə bilirsiniz. Necə qudurluyur. Çox qəşəngdir. Və necə sabitləyirsinizsə, gün sonuna qədər elə qalır. Elə pudralar var ki, hətta bir müddət sonra rəngi dəyişir. Bu əsla elə deyil. Pudralama işləmimiz bitdikdən sonra keçirəm konturlamaya. Konturda Kiko'nun bu konturu ilə eləyəcəm. Bu da ən sevdiklərimdəndir. Məndəki nömrəsi 202-dir. Mən full üzümü konturlamağı sevirəm. Yay, qış mənim üçün fərqi yoxdur. Bronz görüntü çox bəyənirəm. Məndə belə bir kontur fırçası var. Bununla konturlayacağam. Bu da Naşita'nın fırçasıdır. Çox keyfiyyətlidir. İllərdir bunları istifadə edirəm. İstəyirəm keçim göz makyajına. Əvvəlcə belə qəhvəyi tonda gözümün kənarlarına birazca kölgə verəcəm. Burada çox oldu. Nəysə, indi bunları bərabərləşdirməliyəm. Daha sonra burada biraz tünd rəng var, ondan alacağım. Gözümün sırf bu kənar hissəsində belə dairəvi şəkildə kölgə verirəm. Baxın belə. Əsla dağıtmıram, sadəcə öz yerində dairəvi şəkildə belə tətbiq edirəm. İndi isə digər tərəf eləyim. Təxminən belə smoke eye bir makyaj eləmək istəyirəm. Bu arada ilk dəfədir deyəsən belə bir makyaj eləyirəm və ilk dəfədir ki, belə bir makyaj eləyərkən video çəkirəm. Qəşəng oldu amma, bəyəndim. İndi isə bizim smoke eye makyajımız üçün əsl olan, lazım olan şey bir dəqiqə, hamı o? Hə, buradadır. Bildinizdə bu nədir? Bu EDVB-dən olan belə bir paletdir. 2 rəngli, hansı ki ağ və qara rənglər. Məncə artıq bu markanı bilməyən yoxdur. Yenə də əlimin üzərində göstərim. Teksturası ilə məşhur olan bir markadır. Gəlin qara rəngini də sizə göstərim. Bu nədir, ilahi, bu nədir, bu nə deməkdir? Çox gözəldir, çox gözəldir. İndi bəli, gördüyünüz kimi mən makyajımı bu rənglərdən eləmək istəyirəm. Əvvəlcə belə qara hissəsindən birazca fırçanın ucuna alacağım. Çox pigmentlidir deyə bir qorxuram açıqcası. Sırf gözümün kənarına belə liner çəkirmiş kimi tətbiq eləyəcəm. Çox pigmentlidir, çox götürmüşəm. Sırf kiprik diblərimə belə çəkirəm. Daha sonra ilk qarışdırdığım fırça ilə ümumi şəkildə belə qarışdırıram. Deməli, daha sonra gözümün üzərinə bu Flormar'ın tenini əlavə edəcəm. Bu gördüyünüz kimi belə shimmer, shine, belə qızıl tonlarda bir şeydir. Tam mənim istədiyim kimi.
Belə göstəreyim. Bu hissələrlə keçəcəm. Biraz parlasın deyə. Daha sonra belə bir fırçayla dağıtacağım. Belə bir parıltılı renk də var məndə. Bunu çəksəm necə olar? Onu əlimlə istifadə edəcəm. Okey, bu da qəşəngdir. Bugün nə qədər parlasaq, o qədər yaxşı. Gözümün alt hissəsinə də buradakı tünd rəngdən keçəcəm. Göz makyajımı tamamlamaq üçün Şiglamın belə bir maskarası var məndə, onu istifadə edəcəm. Bunu yeni əldə eləmişəm. Çox qəşəngdir. Mükəmməldir. Yəni həqiqətən də gedin alın. Əgər bir maskara axtarırsınızsa, indi sizə tətbiq eləyərək nəticəsini göstərəcəm. Bunu almağınıza dəyər. Baxın, başlığını belə göstəreyim. Baxın, belə lastiklidir. Yəni necə göstərim, baxın belə. Belə bir şeydir. Bunu bilirsiniz, kipriyinizə istifadə edəndə çox rahatdır əslində. Belə lastikli olmağı. Sözün düzü, bu makyaj taxma kiprik tələb edir. Mən sizinlə razıyam. Amma həm taxma kiprik taxmağı sevmirəm, həm də açığı hal-hazırda yoxumdur. Ona görə də düşünürəm ki, Şiglamın bu maskarası mənə taxma kiprik effekti verəcək. Heç ehtiyacı olmayacaq. Çox qəşəngdir. Bilməm, siz oradan görə bilirsiniz, yoxsa yox. Çox gözəldir. Maskaramı da çəkdim, bitirdim. İndi istəyirəm gözlərimin içinə Golden Rose'un bu 426 nömrəli qələmini çəkeyim. Onda gözlərim daha belə iri görünür və çox bəyənirəm. Baxın. Göz makyajım bitdi. İndi isə ənlik hissəsinə keçəcəm. İstəyirəm sizə məndə olan ənlikləri göstəreyim. Əvvəlcə Şiglamdan əldə etdiyim yeni ənliyi göstərmək istəyirəm. Baxın, necə fərqlidir. Çox fərqli bir qablaşması var. Çox gözəldir. Bu sonra NYX var. L'Oreal'ın bu Lumi blush'ından var. Daha sonra Kiko var. Sonra EDVB'dən belə bir ənlik var. Kiss Me idi, səhv etmirəmsə. Solis Kiss, hə. O, sonra Flormar var. Bir də Revelation var. Yenə olmalı. Hə, bir də L'Oreal'ın bu ənliyi var. Paradise. İndi mən bu qədər ənliyin içindən necə seçim edib hansını istifadə edeyim? Bu yenidir deyə bunu da istifadə etmək istəyirəm. Çox səbirsizliklə istifadə edəcəm. Amma düşünürəm ki, bu makyajıma uyğun deyil. Ona görə bunu saxlayıram. Başqa bir videoda birlikdə yoxlayarıq. Daha sonra belə pəmbə tonlarda istəmirəm. Ona görə də bunları çıxıram. Bunlar daha belə gül qurusu, belə pink pəmbə o tonlardadır. Bu da eyni ilə, baxın belə Kiko. Baxın, bu da gül qurusu rəngindədir. Bunu da əslində qışda makyaj eləyəndə istifadə edirəm, çox bəyənirəm. Yayda çox da istifadə eləmirəm açığı Kikonu. EDVB'nin bunun yayda rəng gedir zaqarın üzərinə. Bunu istifadə edəndə çox gözəldir. Bunu hələ ki saxlayıram, bu makyajıma uyğun deyil. NYX var. Bu Butter Melt. Bu butter blushlardan bilirsiniz yəqin ki, o qədər gözəldir qızlar, o qədər gözəldir. Mükəmməl bir pigmenti var və rəngi də çox qəşəngdir. Tam belə mənə uyğun bir rəngini almışam. Amma bu makyajım dediyim kimi belə qızılı, qara, belə smoky bir tonlarda olduğu üçün istəyirəm belə şaftalı tonlarda bir dənə əlimdə olan L'Oreal'ın bu. Görürsünüz, bitirmişəm artıq. L'Oreal'ın bu ənliyidir. Təəssüf ki, əlimdə olan tək şaftalı tonlarda olan budur. Ona görə də bunu istifadə edib sizə də bunu göstərirəm. Bu əslində o qədər gözəldir ki, ona görə də belə bitir. Rənginə baxın indi. Çox idealdır. Həqiqətən də nə az, nə çox, tam yerində.
Hələ qoxusunu demirəm. Belə smoky makiyajlarda, qızılı tonlarda istifadə etdiyim makiyajlarda qırmızı alt tonlu ənlik istifadə etməyi sevmirəm. Onda elə bilirəm ki, çox rənglər qarışır bir-birinə. Daha belə qızılı, qəhvəyi tonlara üstünlük verirəm. Hətta deyərdim ki, bu rəng əgər məndə olmasaydı, mən ənlik istifadə etməyib highlighterla bronzer qarışdırardım. İndi isə keçək highlighter hissəsinə. Highlighter üçün NYX'in bu yenə Buttermelt highlighterla istifadə edəcəm. Açabilirsəm. Bu da qızıl tonlardadır. Bugün özel günümüzdə, ona görə də məncə bol-bol parlaya bilərik, bir şey olmaz. İndi isə keçək dodaq boyasına. Dodaq qələmi olaraq konkret seçmişəm. Pastelin 205 nömrəli dodaq qələmi istifadə edəcəm. Amma dodaq boyası, baxın belə, MAC də var məndə. Bu rəngdə, belə bir rəngdə istifadə etmək istəyirəm. Daha sonra Kiko'nun bu 03 nömrəli dodaq qələmi var məndə. Bu da rəngi gözəldir, tam istədiyim tondadır. Başqa nələr var? L'Oreal'ın belə bir glossu var. MAC'dən bir dənə də belə bir dodaq boyam var. Bunda rəngi çox qəşəngdir. Bir də bunların arasında seçim etmək lazımdır. Əvvəlcə dodaq qələmini çəkirəm. Bu dodaq qələmi mənim ən favori dodaq qələmimdir. Instagramda və ya TikTokda videolarıma baxsanız 90%-də dodağımda bunu görəcəksiniz. Dodağımı isə MAC'ın bu It's MAC. Thanks It's MAC. Bu adı yəqin ki budur deyə ümid edirəm. Rəngi çəkəcəm. O qədər gözəl rəngi var ki və bu dodaq qələminə çox gözəl uyğunlaşır. Emin bil ki, bu dodaq boyası sırf smoky eye makyajlar üçündür. Çox bəyəndim, çox gözəl oldu. Elə ki, makyajım bu şəkildə oldu. Bir də elə belə saçımı da düzəldim. Gəlim ümumilikdə baxın. Makyajımın və saçımın son halı belə oldu. Mən qırmızı dodaq boyası sevmirəm. Düşünürəm ki, hər kəs zaten qırmızı dodaq boyası eləyəcək. Ona görə biraz fərqli eləməyi istədim. Saçımı da bu şəkildə elədim. Düşünürəm ki, mənə belə daha çox yaraşır. Ümid edirəm ki, hər kəsin bu günü gözəl keçər. Hər kəsə sevgi dolu bir həyat, ömür arzu edirəm. Sevgiliniz olsa da, olmasa da bu günü özünüzə özəl bir şərait yaradın. Bu günü özünüzə ayırın. Bu arada makyajımı və videomu bəyəndinizsə kanalıma abunə olmağı və like qoymağı unutmayın. Çünki mənə çox böyük motivasiya verirsiniz. Hələlik.